Və oruc barədə, Ramazan barədə Allah Subhanahu Teala Bəqərə surəsində başlayır 183-cü ayədən və axırda 186-cı ayədə buyurur: "Və izə səələkə ibadi anni fə inni qarib." Qullarım səndə mənim barədən soruşsalar, mən onlara yaxınım. "Ucibu da'vətə da'i izə da'an." Mən onlara yaxınım, dua edib məni çağıran duasını qəbul edərəm. Sonra da Allah Subhanahu wa Ta'ala buyurur ki: "Fəlyestecibu li və liyu'minu bi la'allahum yarşudun." Yəni onlar da mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər ki, doğru yola yetişsinlər. Birincisi fikir verin qardaşlar. Necə Allah Subhanahu wa Ta'ala Ramazan barədə, oruc barədə danışanda həmçinin duanı da qeyd elədi. Baxmayaraq ki, söhbət gedir orucdan, Ramazandan, oruc əhkamlardan. Lakin Allah Subhanahu wa Ta'ala axırda bu ayını qeyd edir. Qullarım səndən mənim barədə soruşsalar, mən onlara yaxınam. "Ucibu da'vətən da'i izə da'an." Yəni dua edib məni çağıranın duasını qəbul edərəm. Və alimlər qeyd edirlər ki, bu ayə birbaşa onu göstərir ki, Ramazan həmçinin dua ayıdır. Yəni Ramazanda çoxlu dua etmək lazımdır. Ona görə də Allah Subhanahu wa Ta'ala məhz burada orucdan, Ramazandan danışanda duanı qeyd edir. Ona görə Ramazan ayı dua ayıdır və həmçinin dua qəbul olunan ayıdır.